Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Can Azerbaycan'dan en sıcak haberleri Türkiye'ye taşıdığımız programımız Azerbaycan'dan Haberler'in yeni bölümüyle Bakü stüdyolarından sizlere sesleniyoruz. Ben Özlem. Mən də Əli. Hər birinizi salamlayıram, əziz dinləyicilər. Qardaş ölkə Türkiyədəki bütün dinləyicilərimizə Bakıdan odlu, alovlu salamlar. Özlem, hazırsansa gündəmin əsas həbərləri ilə başlayaq. Hazırım Ali, sabırsızlıkla bekliyorum. Özellikle siyaset yine çok hareketli görünüyor. Ermenistan Başbakanı Paşinyan'ın bir açıklaması olmuş sanırım. Gündeme bomba gibi düşmüş. Nedir bu açıklama? Bəli Özlem, Ermənistanın baş naziri Nikol Paşinyan dünənki çıxışında çox rezonans boğuran bir ifadə işlədib. O deyib ki, Qarabağ heç vaxt bizim olmayıb. Onun sözlərinə görə illərdir davam edən danışıqlarda heç bir mərhələdə Qarabağın Azərbaycandan ayrı, müstəqil bir status alması müzakirə edilməyib və Ermənistan cəmiyyəti bu həqiqətlə barışmalıdır. Bu, faktiki olaraq Ermənistanın indiki rəhbərliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığının növbəti etirafıdır. Vay canına, bu çok cesur bir itiraf. Yani resmen kendi kamuoyuna boşuna hayal kurduk. Orası zaten bizim değildi diyor. Peki Ermenistan'da bu sözler nasıl karşılandı? Ortalık karışmıştır herhalde. Əlbəttə qarışdı. Müxalifət partiyaları və xüsusilə də Qarabağ klanına yaxın olan qüvvələr Paşinyanı vətənə xəyanətdə ittiham edirlər. Onlar bunu kapsülyasiya aktının davamı kimi qiymətləndirirlər. Ancaq Paşinyan geri addım atmır. Bildirir ki, sülh üçün bu acı həqiqətlərin qəbul edilməsi şərtdir. O, cəmiyyəti gələcəyə, Azərbaycanla sərhədlərin delimitasiyasına və sülh müqaviləsinə hazırlamağa çalışır. Anlıyorum. Bu açıklamanın hemen ardından bir de Azerbaycan Cumhurbaşkanı İlham Aliyev'den sert mesajlar geldiği haberini gördüm. Bu mesajlar Paşinyan'ın açıklamasına bir yanıt mı yoksa başka bir konuyla mı ilgili? Həm cavab saymaq olar, həm də ümumi bir xəbərdarlıq. Prezident İlham Əliyev Şuşada çıxışı zamanı Ermənistandakı revanşist qüvvələrə səslənib. O bir daha xatırladıb ki, əgər Ermənistan tərəfdən hər hansı bir təxribat olarsa, Azərbaycanın cavabı çox sərt olacaq. Prezident həmçinin bildirib ki, sülh müqaviləsi Azərbaycanın ərazi bütövlüyünün tanınması əsasında imzalanmalıdır və Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Mesajlar açıq və birmənalıdır. Sülh istəyirsinizsə, öhdəliklərinizi yerinə yetirin, əks halda nəticələrinə qatlanacaqsınız. Yani bir yanda Paşinyan artık gerçeklerle yüzleşelim derken, diğer yanda Aliyev, evet yüzleşin ve yükümlülüklerinizi de unutmayın diyor. Bölgede tansiyon bir iniyor bir çıkıyor. Tam bu noktada bir de Fransa'dan bir açıklama gelmiş ve Bakü'yü kızdırmış. Fransızlar yine ne yaptı Ali? Özlem, bildiyin kimi Fransa bu prosesdə özünü tez-tez vasitəsi kimi göstərməyə çalışsa da, mövqeyi hər zaman Ermənistana yaxın olub. Bu dəfə də Fransa Xarici İşlər Nazirinin muavini regiondakı vəziyyətlə bağlı açıqlama verib. Açıqlamada Azərbaycan bir tərəfli qaydada təzyiq göstərən tərəf kimi təqdim edilib və güya humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatı qətiyyətlə rədd edib. Fransanı regiondakı reallıqları təhrif etməkdə və sülh müqaviməsinə əngəl törətməkdə günahlandırıb. Rəsmi Bakı bildirib ki, Fransa bir tərəfli mövqeyi ilə vasitəçi rolunu tamamilə itirib. Anlaşılan Fransa Kafkasya politikasında pek de objektif bir duruş sergileyemiyor. Peki bu sırada Ermenistan'ın Batı ile yakınlaşma çabaları ne durumda? Bir Avrupa Birliği zirvesi haberi var. Avrupa sofrasında yemek gibi ilginç bir başlık kullanılmış. Bu ne anlama geliyor? Bu çox maraqlı bir məqamdır. Ermənistan-Avropa Birliği sammiti keçirilib və bu, Ermənistanın Rusiyadan uzaqlaşaraq qərbə inteqrasiya politikasının bir parçasıdır. Avropa süfrəsində yemək ifadəsi də məcazi mənada bunu təsvir edir. Yəni Ermənistan artıq ənənəli müttəfiqi Rusiyanın masasında deyil, Avropanın masasında əyləşmək istədiyini nümayiş etdirir. Bu vəziyyət təbii ki, ilk növbədə Rusiyanı narahat edir. Rusiya mediası bunu Ermənistanın xəyanəti kimi qiymətləndirir. Azərbaycan isə prosesi izləyir. Rəsmi Bakının mövqeyi budur ki, Ermənistanın kimlə ittifaq qurması öz işidir. Əsas odur ki, bu ittifaqlar regionda yeni gərginliklərə və Azərbaycanın maraqlarına zid addımlara səbəb olmasın. Anlıyorum. Siyaset çok yoğun. Biraz da Azerbaycan içinde sosyal hayata dair haberlere geçelim mi? İnsanların günlük hayatını doğrudan etkileyen gelişmeler var mı? Mesela anneleri sevindirecek bir haber okudum sanki. Bəli, çox müsbət bir xəbər var. Azərbaycanda analıq məzuniyyəti ilə bağlı ödənişlər artırılıb. Yeni qanunla görə işləyən analara doğuşdan sonraki dövr üçün verilən ödənişli məzuniyyətə əlavə 8 həftə dəstək paketi təqdim olunacaq. Yəni analar uşaqları ilə daha çox vaxt keçirə biləcəklər və bu müddətdə də maddi dəstək alacaqlar. Bu, həm demoqrafik vəziyyətin yaxşılaşdırılması, həm də işləyən qadınların sosial müdafiəsinin gücləndirilməsi üçün atılmış mühüm bir addımdır.
Harika bir haber bu. Türkiye'de de benzer destekler var. Bu konular hep gündemde. Peki Bakü'de yaşayanları ilgilendiren bir ulaşım haberi var. Bakü Bas ve taksi hizmetleri metroya bağlanıyormuş. Bu tam olarak nasıl olacak? Bəli, paytaxt Bakıda vahid nəqliyyat sisteminin yaradılması istiqamətində yeni bir addım atılır. Bakı Bas avtobusları və lisenziyalı taksi hizmətlərinin idarə edilməsi Bakı metropoliteninə həvalə olunur. Məqsəd, bütün ictimai nəqliyyat növlərini bir mərkəzdən idarə etmək, vahid bilet sisteminə keçmək və sərnişinlərin bir nəqliyyat növündən digərinə rahat keçidini təmin etməkdir. Məsələn, metro stansiyasından çıxanda sizi birbaşa avtobus dayanacağına və ya xüsusi taksi duracağına yönləndirən bir sistem qurulacaq. Bu da şəhərdəki tıxac problemini azaltmağa kömək eləyəcək. Yani İstanbul'daki entegre ulaşım kartları gibi tek kartla metroya, otobüse binilebilecek ve her şey birbirine bağlı olacak. Çok mantıklı bir adım. Ali, bir de biraz daha hassas bir konu var. Bağımsız kaynaklardan, mesela Azatlık'tan gelen bir haber dikkatimi çekti. Hapiste bir aktivistle ilgili sanırım. Bəli, bu da gündəmdə olan bir məsələdir. Söhbət həbsdə olan Xalq Cəbhəsi Partiyasının fəalı ilə bağlıdır. Onun vəkili və ailə üzvləri bildirirlər ki, səhhətində ciddi problemlər olmasına baxmayaraq, ona lazım olan dərmanların verilməsinə icazə verilmir. Penitensiya xidməti isə bu iddiaları təksib edir və məhbusun həkim nəzarətində olduğunu, lazımi tibbi yardım göstərildiyini bildirir. Bu tip xəbərlər müxalifət və hökumət arasında tez-tez müzakirə mövzusu olur. Anlıyorum. Zor bir durum. Umarız sağlık hakkına herkes erişebilir. Peki, programı kapatmadan önce biraz da magazin, biraz daha keyifli bir haberle bitirelim mi? Türkiye'de de çok sevilen bir diziyle ilgili bir haber gördüm. Əlbəttə, o xəbəri mən də gördüm. Türkiyənin və eləcə də Azərbaycanın bir zamanlar fenomenə çevrilmiş Qurtlar Vadisi serialının məşhur aktyorlarından birinin Azərbaycanda hamıdan uzaqda sakit bir həyat sürdüyü ortaya çıxıb. Həmin aktyor Bakı kəndlərindən birində özünə ev alıb və təsərrüfatla məşğul olurmuş. Şəkilləri də yayılıb. Görünür, böyük şəhərlərin səs küyündən bezərək özünə belə sakit bir həyat qurub. Hər kəs üçün bir sürpriz oldu. Çok merak ettim şimdi kim olduğunu. Bizim dizinin oyuncusunun sizin oralarda böyle sakin bir hayat seçmesi ne güzel. Kardeşliğin bir başka göstergesi diyelim. Ali, verdiğin değerli bilgiler için çok teşekkürler. Bugün de Azerbaycan gündemini sayende yakından takip etmiş olduk. Mən təşəkkür eləyirəm Özlem. Dinləyicilərimizə də bizi dinlədikləri üçün minnətdarım. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo